bize ait olmayan, bize bir növ uygun olmayan insanlarla birlikte olduğumuzda özümüzü yalnız hiss edəcəyik. Mən Haqverdi Lamiyə hal-hazırda psixologiya üzrə təhsil alıram və burada müxtəlif mövzularda, hansı ki ətrafımdan gördüyüm və özümün də araşdırdığım, ilmi cəhətdən, psixoloji cəhətdən araşdırdığım mövzularda sizi sadə dildə müəyyən mövzuları aydınlaşdırmaq üçün buradayam. Bəzən bir çoxumuz özümüzü aid hiss etmədiyimiz, bizə uyğun olmayan insanlarla birlikdə olduğumuzda, nə qədər ətrafımızda çoxlu insanlar olsa belə özümüzü yalnız hiss edirik. Qəbul edilmədiyimiz və ya təsdiqlənmədiyimiz yerdə olduğumuzda bu şəkildə hiss edə bilirik. Bilirsən, biz insanlar sosial varlıqlarıq və sözün əsl mənasında bizim insanlara ehtiyacımız var, əlaqə qurmağa ehtiyacımız var, söhbət etməyə ehtiyacımız var və bu söhbətlərdə bizi anlayan, bizimlə bir növ eyni dırnaqarası frekansda olan, hansı ki bu frekansı açsaq deyə bilərəm ki, eyni düşüncədə ola bilən, eyni dünya görüşünə sahib olan insanlarla hansı ki bu söhbətləri etdiyimizdə özümüzü təsdiqlənmiş hiss edə bilirik. Özümüz kimi hiss edə bilirik. Çünki burada həqiqətən də bir çəkinmədən, kənardan bir müdaxilə olunmadan, mühakimə ediləcəyini düşünmədən açıq-aşkar özünü ifadə edə bilirsən. Əgər doğru bir mühitdəsənsə, doğru bir dost ətrafın varsa, doğru bir münasibətdəsənsə əgər, bu ümumiyyətlə bizim sosial əlaqələrimizə aiddir. Yəni sosial əlaqələrimizdə biz əslində özümüz kimi hiss edə biləcəyimiz, özümüzü tapa biləcəyimiz insanlarla əlaqəyə ehtiyacımız var. Çünki biz insanıq və inkişaf eləməyimizin təməl addımlarından biri də sosial əlaqələrimizin sağlam şəkildə olmasıdır. Özümüzü təsdiqləyə bildiyimiz bir yerin olmasıdır. Özümüzü təsdiqləyə bildiyimiz bir yer olduqda, hansı ki bu yer bizim özümüzü açıq-aşkar ifadə edə biləcəyimiz, az öncə də dediyim kimi, mühakimə olunmadan qəbullanacağımız bir yerdir. Bizim insan olaraq bu şəkildə münasibətlərə ehtiyacımız var. Bu demək deyil ki, sənin olduğun ətraf sənə uyğun deyil deyə onlar yanlışdır və ya sən doğrusan, ya da ki, sən yanlışsan, onlar doğrudur. Burada təbii ki, bəhs etdiyim sağlam psixologiyada olan insanların ona aid olmayan dedikdə, onunla eyni düşüncədə olmayan, onunla eyni dünya görüşündə olmayan insanlarla bir əlaqədə olaraq özünü yalnız hiss etməyə məhkum etməsidir. Yəni, sən təsəvvür elə ki, bir pişik ətrafında çoxlu ilanlar bu şəkildə ola bilər. Ya da ki, bir ilan çoxlu ətrafında pişiklər, ya da ki, itlər fərqi yoxdur. Orada özünü tək hiss elədiyi üçün, yəni yalnızdır orada. Onun kimi ətrafında ilanlar və ya pişiklər yoxdur, ya da hər hansısa bir heyvan. Yəni, eynilik təşkil eləmir deyə özünü yalnız hiss edir və öz-özünə deyə bilər ki, hə, mən niyə beləyəm, mən yanlışam, mən niyə uyum sağlaya bilmirəm bu insanlara, bu tərzdə düşüncələrə sahib ola bilir. Yəni, mən bu şəkildə məcazi mənada bir misal vermək istədim ki, yəni, oradakı pişik və ya ilan ətrafındakı eynilik təşkil etmədiyi heyvanlarla birlikdə olduqda özünü məcburən dəyişilməyə məcbur edilmiş kimi hiss eləyəcək və təbii ki, bu dəyişmək mümkün deyil. Çünki pişiyin yaradılışı və ya ilanın yaradılışı başqa cürdür, amma onların yaradılışı, ətrafındakı heyvanların yaradılışı fərqlidir. Burada fərqlilik təşkil etdiyi üçün o bir növ ortada qalan heyvan özünü yalnızlığa məhkum eləyəcək, özünü yalnız hiss eləyəcək, təsdiqlənməmiş hiss eləyəcək, qəbul edilməmiş və bir növ özünü dəyişilməyə məcbur edilmiş kimi, hətta bu özü tərəfindən olunacaq ki, hə, mən onlar kimi deyiləm, bu zaman mən onlar kimi olmadığım üçün bu yanlışdır. Amma oradan ayrıla bilsə, digər onun kimi olan heyvanlarla birlikdə əlaqədə olsa, görəcək ki, okey, mənim kimi heyvanlar da varmış, mən onlarla daha yaxşı əlaqə qura bilirəm kimi. Bu misaldan görə bilərik ki, insan həqiqətən də özü kimi düşünməyən, bir növ eynilik təşkil etməyən və ya baxış bucaqları eyni olmayan, fərqli olan insanlarla birlikdə olanda
özünü orada qəbul edilməmiş şəkildə burada səhv bir şeymişəm kimi hiss eləyəcək. Amma əslində o insan oradakı kruqdan ayrıla bilsə, özü kimi olan, onun kimi tam da düşünən, onun kimi dünya görüşünə malik olan və ya baxış bucağına sahib olan insanlarla birlikdə əslində tam bir təsdiqlənmiş formada hiss eləyəcək və bu zaman təsdiqləndiyini hiss etdiyi üçün inkişafı daha yaxşı gedəcək. Amma sənin fərqli olduğun, səndən fərqli olan insanların arasında olduqda isə təbii ki, burada inkişafdan söz gedə bilməz. Çünki sən bir yerlərdə öz mənliyini bastırırsan və digər insanlara uyğunlaşmağa çalışırsan. Və ya bunu sən istəməsən də ətrafındakı insanlar bunu bir növ sən daha fərqli olduğun üçün səni dəyişməyə məcbur edirmiş kimi olacaq. Şuurlu və ya şuursuz olaraq təbii ki. Və dəyişilməyə məcbur olduğun üçün sən öz şəxsiyyətini, öz düşüncələrini, öz mənliyini bir növ bastıracaqsan ki, okey, mən buradayamsa mən onlara uyum sağlamalıyam. Amma bu hər zaman uğurlu olmur. Çünki sən o deyilsən, sən onlara uyum sağlaya bilməzsən. Bəzi yerlərdə bəlkə, amma öz şəxsiyyətinə gəldikdə, öz şəxsi dəyərlərinə, öz şəxsi düşüncənə, öz şəxsi baxış bucağına gəldikdə burada dəyişmək mümkün olmayacaq. Sən özünü qəbul edilməmiş şəkildə yalnız hiss eləyəcəksən. Halbuki ətrafında o qədər insan var. Əgər sən özünü o insanların arasında qəbul edilməmiş və ya təsdiqlənməmiş hiss eləyirsənsə, elə o mühiti dəyiş. Yəni sən problemli bir insan deyilsən. Əgər sağlam düşüncəyə sahibsənsə təbii ki, ya da ki sən yanlış bir insan deyilsən, ya da sənin yanlış bir düşüncən yoxdur. Deyə bilmərik ki, o insanların düşüncəsi yanlışdır. Çünki hər kəs öz yaşanmışlıqlarına, öz dəyərlərinə uyğun bir düşüncə formalaşdırır, bir dünya görüşü formalaşdırır. Sənin onlardan fərqli olmağın çox normaldır əslində. Və insanlar, yəni əgər düşünsək ki, dünyada 7 milyarddan çox insan var, bunların təbii ki, hər birinin eyni olması mümkün deyil. Hər birinin müxtəlif yaşanmışlıqları, müxtəlif dəyərləri, müxtəlif xüsusiyyətləri, müxtəlif xarakterləri var və bunun əsasında müəyyən bir düşüncə qəlibləri formalaşdırırlar, düşüncələrini formalaşdırırlar, dəyərlərini formalaşdırırlar və sən məcbur deyilsən ki, olduğun mühitə ilə uyğunlaşmağa çalışasan. Əgər özün kimi hiss eləmirsənsə, elə ən tezindən oranı tərk eləmək və ya özün kimi hiss edə bildiyin, özünü təsdiqlənmiş hiss edə bildiyin insanlarla əlaqə qurmağa çalış. Bəzən bu kimi münasibətlərdə biz və ya qarşımızdakı insanlar qıcıq hissi ilə bürünürlər. Hansı ki, mən bu digər videolarımda qıcıq hissi barəsində danışmışam. Burada ya sən, ya da ki, qarşındakı insanlar sənə və ya sən onlara qarşı bir qıcıq hissi yaşaya bilərsən. Çünki uyğunluq təşkil eləmir. Səninlə eyni deyil və ya sən onlarla eyni deyilsən və insanlar olduqları kimi qəbul etmək daha yaxşıdır və sən okey görə bilərsən ki, bir yerlərdə o insanların düşüncələrində və ya o insana düşünür ki, sənin düşüncələrində bir yanlış var. Sən sadəcə dəyişdirməyə çalışmadan öz fikrini aydın şəkildə ifadə edə bilərsən və görürsən ki, qarşındakı insanlar tərəfindən və ya onların düşüncələri sənin tərəfindən yaxşı qarşılanmır. Sadəcə burada burax və heç kimi dəyişdirməyə çalışma. Çünki sənə aid deyil. Yəni sən o deyilsən ya da o insanlar sənin düşüncə tərzinə uyğun olan insanlar deyil. Bu demək deyil ki, onlar yanlış düşüncəyə sahibdir, sən doğrusan. Yəni əvvəl dediyim kimi insanlar fərqlidir. Hər kəsin müəyyən yaşanmışlıqları, müəyyən düşüncə qəlibləri var. Bunları dəyişdirmək mümkünsüzdür. Ta ki onlar istəməyənə qədər. Səndə insanın özünü reallaşdıra bilməsi üçün ətraf mühitin rolu çox böyükdür. Və əgər sən özünü reallaşdırmaq üçün müəyyən bir addımlar atırsan və hər hansısa bir özündən fərqli olan bir mühitdəsənsə, ətraf mühitin varsa, burada bir fikir irəli sürəndə o insanlar tərəfindən çox da belə Türklər demiş sıcaq qarşılanmayacaq. Buna görə sən bəlkə də o düşüncəni inkişaf elətdirmək istəyirsənsə gələcəkdə və o insanların ötürdüyü enerjimi deyim ya da ki danışdıqları tərzimi deyim ya da ki sən ötürdükləri
ümidsizlik mi deyim? Çünki sən onlardan fərqli düşünürsən, sənə təsir eləyəcək. Sənin onu gerçəkləşdirməyinə təsir eləyəcək. Yəni buna görə də həqiqətən də sosial mühit insanın inkişafı üçün, biz insanların inkişafı üçün çox önəmlidir. Doğru sosial mühit, doğru sağlam insan, doğru sağlam münasibətlər üçün ilk öncə bizim həqiqətən də İlk öncə özümüzü kəşf etmək lazımdır, tanımaq lazımdır ki, mən necə biriyəm və ətrafımda necə birilərini istəyirəm. Necə biriləri ilə əhatələnmək istəyirəm və ya mən necə bir insanlarla özümü həqiqətən də özüm kimi hiss edə bilirəm. Bu sualımızın cavabını özümüzdə tapdıqdan sonra digər insanlarla rahat əlaqə qura bilərək, onları tanıyaraq gerçəkdən bizə aid olub olmadığını müəyyən edə bilərik. Bir insanla bir sağlam münasibət qurmaq istəyirik ki, və ya ətrafımızdakı insanlarla, sosial mühitimizdə olacaq insanlarla bizim düşüncəmizdə, bizim tərzdə, bizim özümüzü təsdiq edə biləcəyimiz ətrafımızda insanlar istəyiriksə və sağlam münasibətlər qurmaq istəyiriksə, bu zaman həqiqətən də o əlaqələrə açıq olmalıyıq. İnsanları tanımaq üçün ilk öncə, yəni təbii ki, onlarla ünsiyyət qura bilməliyik və bu ünsiyyət sayəsində sən həqiqətən o insanların sənin üçün olub olmadığını müəyyən edə bilirsən. Əgər bu ünsiyyət olmadıqda çox zaman toksik münasibətlərdə yaşanır və ya elə indiyə kimi bəhs etdiyim sənə fərqli hiss etdirən insanlarla əhatələndiyində bu çox zaman bizim böyüdülmə şəklimizdən və ya elə uşaqkən olduğumuz mühitdən gələn öyrənilmiş bir şeylər olur. Məsələn, sən evində ailəndə özünü yad biri kimi hiss eləyirsənsə, özünü onlara aid hiss eləyə bilmirsənsə, bir növ böyüyəndə fərqində olmadan o tərzdə yad kimi hiss etdiyin, sənə aid olmayan, özün kimi olmayan insanlarla birlikdə ola biləcəksən və ya sən özünü açmaqdan, özünü ifadə eləməkdən çəkinirsənsə, bu zaman həqiqətən də ifadə eləməkdən çəkindiyin, həqiqətən özünü ifadə eləməkdən çətinlik çəkdiyi, çünki bir zamanlar təsdiqlənmədiyindən gəlir bu şey. O zaman həqiqətən də bu mühiti özün yaradacaqsan. Bunu sən seçirsən təbii ki. Bu mistik şəkildə baş vermir bu. Və ya məktəbdə qəbul edilməyən bir uşaq idinsə, hər zaman o ayrı seçkiliyə məruz qaldınsa, sosial mühitində də yaratma potensialın daha çoxalır. Təbii ki, bizim fərqində olmadan seçdiyimiz bir şeylərdir və bundan başqa müxtəlif səbəblər ola bilər. Təbii ki, bunu sən analiz eləyərək, öz yaşanmışlıqlarını düşünərək, müşahidə eləyərək öz cavabını tapa bilərsən. Mən misal olaraq bir neçə nümunə verdim sənə. Saydığım nümunələr və ya bundan başqa müxtəlif səbəblərdən sən özünə aid olmadığın insanlarla birlikdə bir kruq şəklində və ya bir sosial münasibətlərdə ola bilirsən. Sadəcə bunun fərqində olaraq, özümüzü kəşf edərək, hansı ki biz artıq müəyyən bir dönəmdən sonra, bu çox zaman 17-18 yaşımızdan sonra baş verir. Ərgənlik dönəmini keçdikdən sonra biz özümüzü yavaş-yavaş kəşf etməyə başlayırıq. Əslində bu dönəm ərgənlik dönəmində də baş verir. Özümüzü tanımağa başlayırıq, biolojik olaraq, istər sosial olaraq, istər şəxsiyyətimiz olaraq. Amma bu daha məntiqi şəkildə analiz eləyərək bizim 17-18 yaşımızdan sonra baş verir. Biz universitetə giririk, universitet seçimlərimizi eləyirik, həyatımıza ilk addımlarımızı atırıq və müxtəlif sosial çevrələrə düşürük. Bu sosial çevrələrdə olarkən yavaş-yavaş özümüzü tanımağa başlayırıq. Əgər bu daha tez başlasa, özümüzü tanımağımız, özümüzü kəşf etməyimiz, özümüz haqqında və ya elə keçmiş təcrübələrimizin indiki həyatımızda təsirləri haqqında müəyyən sorğulamalar nəticəsində müxtəlif cavablar alaraq öz şəxsiyyətimizi bir fərd olaraq formalaşdırırıq. Artıq bu formalaşdırdıqdan sonra həyatımızda kimləri, necə bir insanları istəyəcəyimizi belirləyirik və sonra bu insanları şüurlu olaraq seçə bilirik. Şüursuz olaraq seçimlərimiz isə hər zaman bizim doğru deyə adlandırdığımız seçimlər olmaya bilir və ya elə toksik münasibətlər adlandırdığımız münasibətlər ola bilir. Əgər biz həqiqətən də şüurlu olaraq bir növ o şüur altımızda indiyə kimi yığışmış, yəni
məcazi mənada indiyə kimi yığışmış şeyləri açaraq şuur önümüzə gətiririk. Bu zaman yavaş-yavaş özümüzü kəşf etməyə başladıqca həqiqətən də doğru münasibətlər qura bilirik. Hansı ki, özümüz kimi hiss edə biləcəyimiz, rahat şəkildə ifadə edə biləcəyimiz münasibətlər quraraq, sosial əlaqələr quraraq cidden də özümüzün inkişafına, özümüzü gerçəkləşdirmək üçün addımlarımızı ataraq özümüzə töhfə veririk. Bugün nə isə bu qədər. Ümid edirəm ki, bu söhbətimiz sənin üçün də çox maraqlı bir söhbət olmuşdur və bu videodan sonra həyatında müəyyən bir şeyləri sorğulaya bilərsən. Həqiqətən də sənin üçün faydalı bir video olmuşdur deyə ümid eləyirəm. Digər videolarda görüşənədək.